Dərmandan qaçan hamilələr, siz hamiləlik boyunca vitamin və yaxud da mineral dəstəyi almasanız sizi nələr gözləyir? Bəli, bir çox hamilələr bizim qəbulumuza gələndə onlara yazdığımız dərmanlara görə çox narahat olur. Doktor, mən yetərincə qidalanıram, meyvə yeyirəm, tərəvəz yeyirəm, ətli xörəklər yeyirəm, bəlkə mənə dərman yazmayasınız. Əsla belə deyil. Hamiləlik dönəmində və yaxud da hamiləlikdən öncə aldığınız foytuş su doğulacaq dölünüzdə bir çox riskləri, bir çox anomalilərin qabağını alır. Bundan əlavə olaraq nəinki foytuş su, həmçinin hamilələrdə əsasən də 28-ci həftədən başlayan hamiləliyə bağlı anemiyadan əziyyət çəkən hamilələrə dəmir preparatının qəbulunu mütləq qaydada tövsiyə edirəm. Əgər bir qadın hamiləliyə bağlı qan azlığından, dəmirə bağlı qan azlığından əziyyət çəkirsə, gün ərzində 120 milliqramdan 3-4 ay müddətində dəmir preparatı qəbul etməlidir. Həmçinin qan testlərində vitamin D, kalsi və digər mineralların yetərsizliyi olarsa, mütləq qaydada bunu hamiləlik boyunca almağınız məsləhətdir. Əks təqdirdə nə baş verə bilər? Bu qeyd elədiyim vitamin və mineral komplekslərin vaxtında qəbul olmaması sizin həm hamiləliyinizin gedişatına, həmçinin doğuşdan sonraki problemlərin yaranmasına, cif qan dövranının pozulmasına və bundan başqa doğulacaq körpənizdə bir çox problemin yaranmasına gətirib çıxarda bilər. Ona görə də əziz hamilələr, əgər doktorunuz sizə bu preparatları təyin edibsə, mütləq qaydada vaxtında bu preparatları içməyi unutmayın.